Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, bu nəsihətim xüsusilə Quran oxuyanlara aiddir. Quran oxuduqda məqsədimiz sadəcə onu oxuyub başa çatdırmaq olmamalıdır. Quran oxuduqda məqsədimiz ondan faydalanmaq, onun buyruqlarını yerinə yetirmək, onu öyrənmək və onu başqalarına öyrətmək, həqiqətən də Quran əhlindən olmaq olmalıdır. Bilirsiniz, Quran əhlindən kimlər sayılır? Kimi Peyğəmbər sallallahu aleyhi və səlləm onun sahabələri Quran əhlindən sayırdı. Allah yanında, Allah dərgahında kimlər Quran əhlindən sayılır? O kəslər ki, Quranı oxuyur, ona əməl edir. Diqqət edin, Allah subhanahu teala nə deyir? وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَتْلُونَهُ حَقَّ تِلَاوَتِهِ أُولَٰئِكَ يُؤْمِنُونَ بِهِ. O kəslər ki, onlara kitab nazil olub, onlar onu haqqı ilə oxuyur və ona əməl edirlər. Haqqı ilə oxuyur nə deməkdir? İbn Məsud radiyallahu anh deyir ki, yəni Quranda deyilənlərə əməl edirlər. Baxın, Abdullah ibn Məsud radiyallahu anh nə deyir? Deyir ki, biz Peyğəmbər sallallahu aleyhi və səlləmdən 10 ayə öyrənərdik. O 10 ayəyə əməl etməyincə, onu başqalarına öyrətməyincə, onu əzbərləməyincə, digər 10 ayəni öyrənməzdik. Allah bizə Qur'anı haqqı ilə oxumağı və Allahın bizə buyruqlarını yerinə yetirməyi müvəffəq eləsin. Gecə gündüz bunun üçün dua edin. Mən də hamısı üçün Allaha dua edib deyirəm. Allahümmə ənfə'nə bimə əlləmtənə və əllimnə mə yənfəunə və zidnə ilmə. Allah'ın bizə öyrətdiklərini bizim üçün faydalı et. Bizə faydalı elm öyrət və bizim elmimizi artır.